Herkese salam. Bugün paytaxt küçələrindəyik və mövzumuz son illərin ən çox müzakirə olunan mövzusu süni intellektdir. Görəsən bu ağıllı sistemlər bizim gündəlik vərdişlərimizə nə dərəcədə sığ? Və ən əsası, görəsən insanlarımız süni intellektin onların işlərini əllərindən alacağına inanırlarmı? Şəhər sakinlərinə məhz bu iki sualı ünvanladıq və bəzi cavablar sizi çox təəccübləndirəcək. Gəlin birlikdə izləyək. Sizcə süni intellekt sizin işinizi əlinizdən ala bilərmi? Rahatlıqla. Çünki mən bu yaxınlarda öyrəndim ki, deməli Avropada keçirilən bir tədbirdə iştirak elədim və orada gördüm ki, artıq süni intellekt vasitəsilə fəaliyyət göstərən nəinki verilişlər, nəinki aparıcıları əvəz edə bilirlər. Daha çoxunu sizə deyim, təsəvvür edin illərlə yox, aylarla Polşada bir radiostansiya bütünlüklə süni intellekt sayəsində efirə çıxıb. Bir müddətdən sonra sadəcə dayandırıblar bu prosesi, özləri artıq yorulublar və adamları geri işə çağırırlar. Süni intellekt sizin gündəlik həyatınıza nə qədər təsir edir? Təsir, hələ ki mənim əlimdədir onu təsir gücünü kontrol eləmək, mənə elə gəlir. Digər ki, misal üçün gözə görünməz süni intellekt alətləri ki, bizim sosial şəbəkələrdəki davranışımızı deyək ki, izləyərək bizə bir şeylər təklif edir, onu kontrol etmək gücündə deyiləm. Amma o deyək ki, ChatGPT-yi bilmirəm, başqalarını yəqin ki, mən kontrol edirəm ki, nə qədər çox işi həyatımda o görür, nəyi mən görürəm. Mən də süni intellektdə mənim işimi əsla əlimdən ala bilərəm. Çünki mən sosial iş tələbəsi olduğum üçün daha çox insanlarla mən əlaqədə saxlayıram. Əslində yəni psixoloji baxımdan əslində işimi əlimdən ala bilər. Çünki yəni insanların bütün hamısı yəni ChatGPT ilə danışır. Yəni dostları kimi bir şey oldu. Başqa bir şey. Yəni ona görə yəni yarı-yarıya bəlkə işimdən əlimdən ala. Yəni o qədər də inanmıram. Üniversitet tələbəsi olduğum üçün əslində daha çox mənim üniversitet həyatıma daha çox təsir eləyir. Səbəbi də yəni bu imtahanlar olsun, bir şey araşdırmaq olsun və daha çox araşdırmağı sevən bir insan olduğum üçün təbii ki də, yəni hər şeyi oradan maraqlanıb tapdığım üçün, yəni demək olar ki, bütün hər şeyi sir qırağı qalsın, hamısını ChatGPT-dən soruşduğum üçün, yəni sirini belə boşuna buraxılmış. Yəni həyatımın çox da yəni %60'ını demək olar ki, yəni ələ keçiribdi yəni. O da mənim dostum. Mən düşünürəm ki, bir neçə il sonra bəlkə də ola bilər. Mən özüm psixologiya oxuyuram. Yəni artıq insanlar ChatGPT-ilə dərdləşirlər və düşünürəm ki, bir neçə il ərzində bu da baş verə bilər. Çox yaxşı təsir eləyir. Mən gün ərzində bir neçə dəfə süni intellektdən istifadə edirəm. Yəni çox işimə yarayır. Bu əslində işə görə dəyişir. Mənim işim yox. Əlbəttə ki, mənim işim insanlarla işləmək olduğu üçün bu mənim işimə təsir edə bilməyəcək. Əlbəttə ki, süni intellekt çox fərqlidir və seçilir. Buna görə də yaxın ilk 5 il ərzində əlbəttə ki, bunun bəzi işləri əlimizdən alacağı gözlənilir təbii ki də. Buna görə də tövsiyəm odur ki, yəni süni intellektdən daha az istifadə eləyək, özümüzü inkişafa fokuslanaq. Çox təsir eləyir həqiqətən. Çünki bir tərəfdən də minnətdarlığımı bildirirəm ki, çünki mənim həm dərslərim olsun, həm tibbi cəhətdən olsun, hər cəhətdən mənə saniyəsində mənə geri dönüş eləyir. Hər zaman ehtiyacım olduğu anda yazıram və bu tək mən deyil, hər kəsə şamil olunur ki, yaş fərqi olmadan hər kəs istifadə edə bilir. Bizə doğru düzgün məsələn məlumatlar verdiyi üçün də. Buna görə həyatımıza böyük bir təsiri var. Əlbəttə ki, onsuz bir həyatı düşünəndə indi daha çox önəminin olduğunu görürük həqiqətən. Amma sırf burada bir şeyin altına xətt çəkmək yardımcı doğru düzgün istifadə süni intellektdən. Əlbəttə ki, xeyir. Çünki süni intellekt sadəcə olaraq mənim işimə dəstək ola bilər. Yəni mən işimdə hal-hazırda süni intellektdən istifadə eləyirəm. Kifayət qədər dəstək olur, amma ki bu o demək deyil ki, mənim işimin gedişatını da süni intellekt apara bilər. Belə. Kifayət qədər təsir. Əslində onu necə istifadə elədiyimizdən asılı olaraq süni intellektin də IQ-su biraz dəyişir, belə deyim də. Mən əsasən işimdə istifadə eləyirəm, düzdür. Bir də gündəlik olaraq kitab referansları ya filmlərdən və s. istifadə eləyirəm. Normalda bəzi insanlar olur, şəxsi həyatlarından da danışırlar süni intellektdə, amma mən düşünmürəm ki, bizim həyatımıza, həyat tərzimizə nəsə xüsusi bir şey qatacaq. Nə də olsa hər şey buradan başlayır. Belə.